Müğənni xatun da son vaxtlar maraqlı açıqlamalarla gündəmə gəlir. Bir verilişdə ona deyiblər ki, kimi makiyajsız görmək istəyərdin? Təbii ki, qadınlardan, qadın müğənnilərdən deyiblər də, söhbət gedib. Xatun da fikirləşir. Davadan da qorxur axı. Belə dayandı. Deyir ki, Nigar Camalı. Xatun deyir ki, Nigar Camalı görmək istəyirəm, makiyajsız. Məncə xatun Nigar Camal o qədər də belə ifrat dərəcəsində makiyaj etmir də. Yəni Nigar başqalarından fərqli olaraq dodağını şişirtmək, nə bilim burnunu belə, yəni fərqli etməyib də. Elə görür Nigar durub da, o dəqiqə bilir ki, bu Nigardır. Siz elələrin deyərdiniz ki, dodağını gətirib qoyub burada. Burun balaca. Nə bilim, arxası nə. Elə onları deyərdin, makiyajı da onun içinə tökünməsəli daxil edərdin də. Nigar məncə özüdür. Nigarda belə heç nə yoxdur. Yəni, daha makiyajsız görmək istədiyimiz adamlar var ki, adam onlardan qorxur. Maraqlı açıqlamalar edirsən, xatun.